Dostlar, gəlin biraz dürüst olaq. Hamımız bilirik ki, şərab qaraciyəri məhv edir. Zəhərdir deyirik. Bəs hər gün çay yanına aldığınız o ucuz, rəhli şirniyyatlar necə? Bax, əsl gizli qatil oradadır. Bədənə birbaşa hücum edir. Siz onu içəndə bədən dərhal həyəcan təhvili çalır. Onu zəhər kimi görüb parçalamağa və çölə atmağa çalışır. Yəni bədəniniz onunla açıq şəkildə döyüşür. Amma şirniyyat hiləgərdir. O bədənə dost libasında girir, orqanizm onu zəhər yox, enerji kimi görüb çölə atmır. Əksinə, insulin vasitəsilə hüceyrələrə yığır. Siz hərəkət etmədikcə o şəkər qaraciyərinizi yağla boğur. Şərab 1000 illərdir ki var. Amma bugün yediyimiz o kimyəvi şəkərlər müasir dövrün ən böyük tələsidir. Şərab sizi bir gecədə yıxırsa, bu şirniyyatlar sizi hər gün, hər tikədə biraz zəhərləyir. Unutmayın, ən təhlükəli zəhər dadı ən şirin olandır.